Davam edirik. Gəncədə avtomobil təmiri sexində 15 yaşlı yeniyetmənin meyidi tapılıb. Məlumata görə yeniyetmə avtomobil təmiri sexində qardaşının yanında işləyib. Yeniyetmənin ölümünə nə səbəb olub, bu hələlik müəmmalı olaraq qalır. Hadisə Gəncə şəhərinin Mahrasabağı adlanan ərazisində qeydə alınıb. Avtomobil təmiri sexində 15 yaşlı Ümid Niftəliyevin meyiti aşkarlanıb. Qeyd edim ki, dünyasını dəyişən 15 yaşlı Ümid arxada gördüyünüz bu avtomobil təmir sexində qardaşının yanında usta köməkçisi kimi çalışıb. Məlumata görə dünyasını dəyişən Ümid Niftəliyev Gəncə şəhər 34 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdi olub. Müsahibə verməsə də, ailəsi və yaxınları Ümidin çox yaxşı və problemsiz uşaq olduğunu bildirdi. Onun hansı səbəbdən dünyasını dəyişməsi hələlik müəmmalıdır. Faktla bağlı Gəncə şəhər prokurorluğunda araşdırma aparılır. Mədinə Niknəcad, Ürfət Bayramov, İsmail Əmirli, ATV Xəbər.